Belə bir sual yaranır və bu sualın cavabında, ətrafında görkəmli şəxsiyyət, böyük bir imam İbn-i Qayyim rahimehullah çox nəfis bir cavabla öz kitabında bunu cavablandırır. Gəlin bu sualı əvvəlcə gətirək, hətta o sualın nəticəsi olan bu kitabın səmərəsindən faydalanaq. Sizcə Adəm əleyhissalam o meyvəni yeməsəydi də nə olardı? Hamımız cənnətdə oturacaqdı bu zatça. Dünyanı heç kim görməyəcəkdi. Elə deyil. Çünki hamınız, atanız Adəmin belinin içindəydi. Onun belinin içində olması dəlil göz qabağında. Səhih Buxarıda keçir, həmçinin Müslimdə gerisində. Allah Subhanahu taala Arafada Adəmin belinə məs çəkdi. Və onun onurğasından bütün zürriyyətini zərrə şəkildə düzdü. Və dedi, Ələstu bi Rabbikum? Sizin Rəbbiniz mən deyiləm. Qalu bələ. Dedilər, bəli. Və bu hədis əsli Quran-ı Kərimin Əraf surəsində öz təsdiqini tapır. Yəni biz hamımız Adəmin belindəydik. Həmçinin əqli dəlillərdən bizim burada mövcud olmamız, hamımız Adəmdənik. Vəl Ədəmu minət-turab. Adəm də torpaqdandır. Adəm o meyvəni yeməsəydi, fikirləşin, yeməsəydi, hamımız bu sadəcə cənnətdə oturmuşduq. Hamımız. Bəs kafirlər? Kafirlərdir. Bəs kafir mömindən seçən nə idi? Heç nə. Onda sual çıxır. Adəm o meyvəni yeməli idimi? Sual doğurur. Görəsən yeməsəydi nə olardı? Vallahi Adəm əleyhissalamın o meyvəni yeməsi Həvva ilə bərabər əzəldən ilahi təqdirdə idi. Dəlil də Səhih Buxarıda keçir. Meyracda, ruh dünyasında Musa ilə Adəm höcətləşir. Musa əleyhissalam Adəmi qınayır. Deyir, ey Adəm, sən o ağacdan niyə yedin? Yəni sən yedin, bu müsibətlər bundan sonra başladı. Adəm əleyhissalam övladı olan Musa Kəlimullahı bağlayır. Deyir, ey Musa, Allahın əzəldən təqdiri etdiyi bir şeyə görə məni qınayırsan. Allahın əzəldən təqdir etdiyi bir şeyə görə məni qınayırsan. Yəni bu əzəldən təqdir olmuşdu. Və vallahi, doğrusu Allah bilir, o ağac ilə ona görə yaratılmışdı cənnətdə. Əslində o cənnət ağacı deyil belə baxanda. Cənnətdə qadağı yoxdur axı. وَالشَّجَرَةَ الْمَلْعُونَةَ فِي الْقُرْآنِ Cənnətdə lənətlənmiş ağac ola bilməz. Əsla o ağac məqsəd yönlü cənnətdə yaratılmışdı. Və Allah Subhanahu ilahi təqdirindən, hikmətindən idi ki, Adəm və Həvvanı iblis saptıracaqdı. Və onlar o ağacdan yeməli idilər. Hətta mən deyirəm rahat, nəticədə Allah Subhanahu mükəmməl, hikmətli, bu şah əsəri meydana gəlməlidir. İndi baxın İbn-i Qayyim faydalarını necə çıxardır. Əd-ziddu şey tuzhiru ziddahu. Bir şeyin əksini görmədən onu bilə bilməzsən. Bir şeyin əksi onun mahiyyətini üzə çıxardar. İndi biz cənnətdən düşmüşük bura. Düzdür mü? Burada nə var? Vasabun və nasabun. Baş ağrı, ürək bulanma, təzik, oynayır, aşağı düşür, yuxarı düşür. Aşağı düşəndə halın gedir, yuxarı düşəndə halın pisləşir. Qarın sancıları, iç xəstəlikləri, yataq xəstəlikləri, ayağını sındırırsan, qolunu sındırırsan. Əl-hüzün, hüzün var. Vəl-kərb, vəl-kədər, kədər qüssə. Əl-humum, vəl-humum, borca düşmək, sıxıntı keçirmək, ruzu daralır, ruzu genişlənir, başqa bir fitnə, ruzu çoxalır, başqa bir fitnə, ruzu əldən gedir, başqa fitnə. Daha burada nələr var? Bunların heç bir cənnətdə yoxdur. Bu musibətlərin dadına, hamısına baxıb, səbir etmək, səbir kimi bir niməti üzə çıxartmış olur. Nəticədə Allah Subhanahu taala'nın sifətlərindən olan
Vallahu yuhibbus sabirin. Allah sabredenleri sever. Sıfatı tecelli edir. Bu isimden tecelli edilen sıfatı meydana gelmesi için gerek cennetten evvelce burada düşerdin ki hatta sabir ehli olasan, sabir denilen bir şey ne olması meydana gelsin ki neticede de Allah Teala hemen o sabredenleri sevir. Yoksa Allah Subhanahu Teala bu sabır edenleri sevir sıfatı tecelli etmeyecekti. Çünkü cennette bu şeylerin hiçbiri yoktu. Cennette la nasabun ve la vasabun ve la değil, cennette ne baş ağrısı var, ne ürey bulantısı var. Hatta içtiğin şaraplar ürey bulandırmır. Üzülsen kusma boğma getirmir. Başka cenlendirmir. Serhoş edemir. Əqli qəlbdən aparmır. Həz verir. Cennette haram yoktur. Cennette hara vursan çıksan mubah, halal, hamısı halaldır. Baş ağrı yok. Ürək bulantısı yok. Sancılar yok. Həlim o nədir? Qocalmaq yok. Yorulmaq yok. Həlim o nədir? Yuxu yoktur. Yuxuya ehtiyac yoktur əsla. Yorulmaq yoktur ki de yuxu da yoktur. Təsəvvürlə. Yuxu belə yoktur. Hatta mürgülemek yoktu diye cennetin her dəqiqəsi nimətdir. Birdən o nimət kaçar. Mürgüləyən vaxta düşər. Yani Allah Teala seni daha mükemmel bir şekilde süzgecden geçirip daha mükemmel bir dünyaya, ahiret dünyasına qaytarmaqdan ötürü evvelce bu dünyadan geçmeliydin. Ve Allah Subhanahu Teala'nın bu şah eseri, bu yaratılma gayesi o ağacın mütləq yeyilmesinden sonra başlayabilirler ancaq. Onlar qovulacaq, bura düşecekler. Burada hər cürə müsibət, kərb, qüssə, hüzün, bəla, müsibət. Təsəvvürlə cənnətdə bunların heç biri yoxdur. Üzr istəyirəm, kiçik, böyük ehtiyac yoxdur. Tüpürmək belə yoxdur. Tüpürmək belə yoxdur. Tər, müsküdür. Gözəl ətirdir. Ha? Təsəvvürlə cənnətdə bunların heç biri yoxdur. Sen onların nimət olduğunu necə dərk edə bilərsən cənnətdə? Bunların əksini görməmsən axı. Heç vaxt dərk edə bilməzdin. Təsəvvürlə. Cənnətdə haram yoxdur. Hara vur çıx halalın içindən çıxa bilmirsən. Cənnətdə sənin sahəndə olanlar hamısı sənin halal mülkündür. Hurul ayn və zəvcət. Hər xeymələrdə zövcələrin var. Hara vur çıx, hətta orada şəhvət halaldır. İndi Allah Subhanahu Teala aralarınızda kişi istəyir görsün. Və kişi qızı olanları görmək istəyir ki, şəhvətlərini Allah haram ediblər. Yalnız nikahla kifayətləniblər və nəyə ki Allah icazə verib. Qırağa çıxmırlar. Həmin o insanları digərlərinə seçməkdən ötürü bu dünyaya düşmək lazım idi. Bu dünyaya enmək lazım idi. Çünki cənnətdə bunu seçmək mümkün deyil. Cənnətdə haram yoxdur. Məhdudiyyət yoxdur. Qınaq yoxdur. Qadağan yoxdur. Nə eləsən pak, təmiz və mübahdır. Haramlar yoxdur. Qadağanlar yoxdur. Allah Teala sənin səbrini necə yoxlaya bilər orada? Bunu eləmə, onu eləmə, onu. Allah Subhanahu Teala sifətlərindən də Əl-Məlik, Vəl-Məlik, və Məlikil-Mülk, və Məlikül-Əmlək, Vəl-Məlik. Şahların şahı. Allah Teala'nın da mülkiyyətindən, sultaniyyətindən qadağalar qoyması, icazələr verməsi və ona təslim olunması. Orada da o görsənmir axı. Bunun əksini burada yaşamadıkça Allah-u Teala'nın məlik sifətini necə dərk edəcəkdin ki, o məlikdir. Çünki cənnətdə hər biriniz məliksiz. Başınızda taclar var. Bahalı qaşlardan, qızıldan. Paltarlarınız qızıl. Bütün cəvahirat. İpək burada haramdır. Cənnətdə hər biriniz məliksiz, sultan. Minlərlə xadim və xadiməniz var sizin cənnətdə. Saraylarda yaşayırsınız. Saraylarda biri-birindən gözəl. Gözün görmədiyi, qulağın eşitmədiyi, dilin vəsf edə bilməyəcəyi, ağlın dərk etmədiyi gözəllikdə, füsunkarlıqda orada saraylar, daha nələr var. İndi sən həqiqi məliki, onun mülkiyyətini, onun sultaniyyətini dərk etməkdə ötürü əvvəlcə qul olmalıydın. Dünyaya düşməliydin. Və əl-ubudiyyə uca məqamdır. Allah Teala səni ubudiyyə məqamında görmək istəyir. Və bu peyğəmbərlərə hətta ən fəxir olan məqamdır. Subhanəl-ləzi əsra bi'abdihi.
Həmd olsun, münezzeh olur Allah'a ki kulunu gece ile, İsra suresi, kulu adlandırdı. Çünkü ubudiyye, kul məqamı yüksek məqamdır. Cennette bu məqamı hiss eləmirsən sən. Eğer cennette yaşasaydın, başında tac, cavahirat içinde, sultaniyetin, hədsiz. Hətta mələklər sənin yanına qonaq gələndə icazə alırlar. Cənnəti belədir. Bunu mən demirəm, Süfyan Thawri deyir. Orada necə hiss eləyəcəkdir ki, həqiqi məlik odur. Həqiqi məlikül mulk və mulkül əmlak odur. Yəni burada ubudiyyə. Və ubudiyyə məqamı Allah Subhanahu taala'nın ən sevdiyi məqamlardan olduğu üçün Allah Taala peyğəmbərin ən ülvi məqamlarda onu ubudiyyə məqamı ilə çağırır. Elhamdülillahillezî enzele ala abdihil kitab. Hamd olsun Allah ki kuluna kitabı nazil etti. وَلَمَّا قَامَ عَبْدُ اللّٰهِ يَدْعُوهُ. O zaman ki bizim kulumuz kalktı ibadet etmeye. Kulumuz. Bir kulun Allah'a kulluk, ubudiyye, iftikarını erzilemesi o kulun en ülü mekamıdır. En şerif mekamıdır. Allah Teala katında en ülü mekam. Bu mekam tecelli olsun diye insan dünyaya düşmeliydi. Çünkü ahirette bu mümkün değil. Aslında o ağaç məqsədünü yaratılmıştı. Ve ondan Allah Teala'nın ezeli ilahi təqdirində yeyilmək yazılmışdı ki Allah Teala bu şah əsəri tecelli olsun. Allah Subhanahu Teala'nın bize məlum olan 99 ismi var. Diğer isimleri kıyamet günü. Diğer isimleri ahirette. Diğer isimleri gizlidir. Belki elə isimler var ki hiç vaxt açılmayacaq. Çünkü açılsa da dərk eləməyəcəksiniz. Çünkü hiç benzeri yoktur onun. Təkcə bu 99 ismin hamısı ki bu dünya için bunlar kifayətdir. Açılsın diye dünyaya gelmek lazım idi. Ne için? Bəli, rəzalətə düşməliydin. Günaha batmalıydın. Sonra gizli xəlvətdə günah etdiyin yerdən qalxıb gelib dəstəmaz almalıydın. Hönkür ağlayıb, sızlamalı, tövbəli, Allah'tan bağışlama istəməliydin. Onda Allah Teala'nın Et-Tevvab sifəti təcəlli edəcəkdir. Onu biləcəksən Allah Subhanahu Tevvab ismi var. Tövbələri sevən, tövbələri qəbul edən. İnna Allah yuhibbut tevvabin vel mutatahhirin. Allah Teala şübhəsiz ki çox tövbə edən. Çox tövbə edən nə deməkdir? Demək ki çox günaha batırlar ki çox tövbə edirlər. Cənnətdə bu mümkün deyil. Cənnətdə günaha batmaq şansı yoxdur. İmkaniyyəti yoxdur. Allah Subhanahu Teala bu 99, təkcə 99 digər isimlər hələm yox. Təcəlli etsin deyə bu dünyaya gəlmək lazım idi. Hətta günaha batasan, çökəsən, rəzil olasan və sonra tövbə eləsən, Allah'a qayıtasan. Onun önündə sızlayasan, ağlayasan, hətta Allah Subhanahu Teala'nın Tevvab sifəti. Ar-Rauf, El-Afu, əffedən keçən. Allahu Ekber. Səbir etməsi, həmçinin misal. Və digər bütün isimlər və sifətlər bu şəkildə təcəlli edir. Baxın, bu dünyada Adem'in zürriyyəti ikidir. Cənnət əhli və cəhənnəm əhli, elə deyilmi? Kafir bəndələri, iman etmiş bəndələri. Düzdürmü? İndi təsəvvür eləyin, Adem əleyhissalam zürriyyəti ahirətdə, yəni daha doğrusu zürriyyəti cənnətdə işıq üzü görsə, dünyaya gəlməsə, kafir qardaşları, bacılarını, möminlərdə necə seçəcəksən? Hamı Allah'a görür. Cənnəti hak etmək lazım idi. İbn-i Qayyim bu risalələ belə başlayır. Allah-u Teala Adem'i daha mükemmel bir şekilde oraya qaytarmaqdan ötürü hikmetiyle onu buraya düşürtmüştü. Daha mükemmel şekilde qaytarmaq için. Onu ve zürriyyətini. İndi baxın misal çəkəm sizə. Təsəvvür edin. Bu dünyada ne çok Allah'ı inkar edenler var. Öyle değil mi? Ve in tuti' aksara men fil ardı yudillike an sabilillah. İnsanların ekseriyetine məhəl qoysan, səni Allahın yolundan saptırarlar. Onlar çoxlu təşkil edirlər. Hindusu var, Buddisi var. Müxtəlif özündən din icad edirlər. Allahsızları, ateistləri, deistləri, daha. Düzdürmü? Onlar çoxlu təşkil edirlər. Və Allahı əsla inkar edənlər var. Mən görmürəm deyir. Mən onu hazırda görmürəm, eşitmirəm. Sənsə subhanallah imanda elə bir dərəcəyə çatmışsan ki, sanki onu görərmiş kimi, eşidən kimi ibadət edirsən. Gecənin bir vaxtında dəstəmaz alıb, xəlvətdə Allahla tək başına qalanda, onun huzurunda, onun kitabını oxuyanda, dərk eləyəndə, münaca edib, ilha edib,
ısrarla dua eləyəndə, səcdədə ağlayanda sən onun yanında olursan, ona yaxın olursan, onu çağırırsan, onu hiss edirsən. Hələm sən eşitməyə. Gör, birbaşa eşitsəydin necə olardı? O cənnətdədir. Birbaşa görsəydin, söhbət olsa necə yerlərdi? Axı kafirlər bunu haqq eləməyiblər. Onlar bir dəfə hələm süzgərdən keçməli idilər. Liyəmizallahul xabitə minət-tayyib. Allah Taala pisliklərdə yaxşılıqları seçmək üçün. Adam deyir ki, mən onu görmürəm. Nətər şəhadət eləyib? Bunun cənnətdə nə işi var? Bu cənnətlik deyil axı. Nə olsun ki, orada yaratılıb? Atasının belində. Ora layiq deyil. Cənnətdə hamı Allah'ı görür. Hamı. Cümə günü Allah Taala bütün cənnətin dərəcələrindəki olanları Əffiyah vadisinə qonaq edir. Hər cümə. Bütün cənnətin dərəcəsində olanlar hamı Allah'ı görür. Bu dünyada görməyə iman edəcəksən. Görməyə, canlı eşitməyə şəhadət edəcəksən ki, hətta o dünyada ora daxil olmağın haqq olsun. Ora darul qarar, əbədi qərar yerdir. Bura darul məmar, keçici yerdir, keçid yeridir. İndi təsəvvür edin, həmin o bəndələr, təsəvvür edin, yəni biz onları seçə bilmərik qiyamət günü. Cənnətdə əgər bir başa orada olsaydılar. Düz hamı görür Allah'ı. Siz bilirsiniz Adəm Aleyhisselam necə yaratılmışdı? İbn-i Qayyim Rahimullah bunu elə həmin əsərdə gətirir. Miftah Darüs-Səadə kitabında. Dedi ki, Allah Teala Cəbraili göndərdi. Dedi, get yerdən qum gətir. Bizim bünövrəmiz, qardaşlar, cənnətdəki qumdan deyil. Bizim bünövrəmiz, tapdaladığımız, ayağımızın altında olan bu torpaqdakı qumdandır. Bilirsiniz onu. Cəbrail Aleyhisselam gəlir və torpaqdan qum götürür. Bu qumun içində olur sarı, qara, qırmızı, çəhrayı, boz, çıngılda, şüşə, hətta kəsici alətlər olur. Təsəvvür edin. Cəbrail Aleyhisselam bu qumları toplayır. Və gətirir hara? Adın bağlarına. Haradakı Adəm yaratılacaq. Əmr olunur və onun üzərində su tökülür. Bu qumun içində müxtəlif qumlar var. At-tayyib vəl-xabis. Pak və pis. Təmiz və çirkli. Yarayan və yaramayan. Və sonra bu tərkib olan şey var. Adəmdə nə edəcəkdir? Özünü göstərəcəkdir. Birinci Adəm sözün mənası torpaqda olan bu rənglərin hamısının qaçışıq adıdır. Bilirsiniz onu? Həmin bu rəngləri qaçışdır. Torpaqda olan bu rəngləri hamısını topla bir ara qaçışdır. Sonra rəssama bunun adı nədir? Rəssam deyəcək ki, oxra rəngi. Rəssamlarda bu oxra rəngidir. Onlar oxra rəngini bölürlər. Oxra, Qafqazki, oxra, Zakarpatski adlar var da. Biri aşağı, biri tünd, biri lat tünd. Bu torpağın rəngləridir. Hətta rəssamlar üçün bu rəngi əldə etmək asan iş deyil. Onun için de sarı bütün olmalıdır, kırmızı olmalıdır, biraz çok az qara olmalıdır, biraz çehra olmalıdır, bütün renkler olmalıdır. Allah Teala Cəbrailə əmr eləyəndə Cəbrail Aleyhisselam bu qumu gətirir. Bunun tərkibində bunların hamısı var. Bunlar hamısı süzgəcdən keçməlidir. Necə Allah Subhanahu taala buyurur ki: "Liyəmizallahul xabitə minət-tayyib." Allah Teala pislikləri yaxşılıqdan ayırsın. Bunların içərisində iman edənlər var. Görməyə, eşitməyə şəhadət edənlər var. Bəl bunların içərisində Allah yolunda döyüşüb canlarını qurban edənlər var. Cənnətdə döyüş var, sual verirəm. Şəhadət var. Bəs Allah Subhanahu buyurur ki: "İnnallaha iştara minel mu'minina anfusahum və amwalahum bi enne lehumul cennə." Allah cənnət müqabilində, qarşılığında möminlərdən satın almışdı. Onların canını və malını. Mükafat əslə cənnətdir. Allah Teala onun yolunda qurban öz canını verənləri sevir. Cənnətdə bu mümkün deyil. Gələ bu dünyaya gəlməliydi. Allah yolunda döyüşməliydi. Canını qurban verməliydi ki, hətta Allah Teala'nın övliya, dostları və sevdiklərinin olmalıdır. Yaxşı, yer üzərində Ənbiya və Murselin var. Allah Teala'nın ən seçdiyi, məxsus özü üçün seçdiyi, sevdiyi qullar var. Onlar orada olmayacaqdı. Elə deyil. Cənnətdə orada olmayacaqdır. Risalə kimə gələcəkdir? Kimə peyğəmbər gələcəkdir? Və bu peyğəmbərlər necə hədislərdə gəlib, Allah Teala yerlər və göyləri 50 il yaratmamışdan öncə ruhlar içərisində bu peyğəmbərlərin ruhunu məxsus seçib özü üçün. Bunlar ən pak, ən ülvi, ən təmiz ruhlardır. Peyğəmbərlər ruhları. Fikir verin.
Yani gerek bu dünyaya gelesen ki hatta o peygamberler gönderilsin. Düz değil mi? Yani cennette bir baş olsaydı onları hiç fakir insanlar görmeyecekler. Onlar seçilmeyecekler insanlar arasında. Allahu Ekber. Ve netice itibariyle bunlar ve diğer sonsuz hikmetler var ki bəzilərini Allah Teala kimisi açır, bəziləri açılmıyor, bəziləri açıla duracaq. Bunlar hemen o meleklerin suallarının cevabıydı. Bir zaman melekler dediler ki ey Rabbimiz yer üzerinde öyle bir şeyler yaratacaksan ki öyle bir kesler yer üzerinde kan tökecek, fesat tökecekler. Sualın cevabı ne olmuştu? Kale inni a'lemu ma la ta'lemun. Ben sizin bilmediklerinizi bilmem. Melekler indi bakır hal-hazırda. Baş verdikçe nəzər salırlar, tamaşa edirlər və bilmədiklərini indi bilməyə başlayırlar. Allah Teala bunları yaratmamışdan qabaq bilirdi. Bu Allah Teala'nın əzəli və əbədi mükəmməl elmi haqqında da xəbər verir. Baş verməyən şeyləri də necə olmasını bilirdi. Çünki bunlar fikirləşirlər ki, yani Allah Teala yer üzərində xəlifə yaratacaq. Əvvəlcə onun bir nömrəsini torpaqdan götürdü, yerdən, sonra onu cənnətdə yarattı, sonra cənnətdən qovulacaq yerə. Dilik ya Rab, onlar yeryüzüne fəzat törəcəklər, kan tökəcəklər. Allah Teala həqiqətən mən sizin bilmədiklərinizi biləm. İndi mələklər nələr görürlər? Mələklər görürlər ki, Allahın qulları arasında elələr var ki, mələk dərəcəsinə qalxa bilir. Mələklər heyrandır. Mələkdə şəhvət yoxdur, etiraz yoxdur, tamah yoxdur, nəfis yoxdur. Təbii ehtiyacların heç biri yoxdur. Mürgü yoxdur, yatmaq yoxdur, yorulmaq yoxdur. Bunlar hiçbiri yoktu. Kim bunları, nefsini ram eləyərsə, ayaqlarının altına alarsa, melek derecesine kalkar. Hatta meleği ötür. Çünkü melekte bu şeyler yaratılmayıb. Melekler bakırlar ve deyirlər ki, ya Rab, mə qadarnaki haqqa qadrik. Bağışla bizi. Biz seni hakkıyla təqdir etmədik. Və mə abədnəkə haqqa ibadətik və səni hakkıyla ibadet edilmədik. Və mə şəkərnəkə haqqa şükrik və səni hakkıyla şükrünü verebilmədik. Qal inni a'lemu ma la ta'lamun. Həqiqətən sizin bilmədiklərinizi mən bilirəm. Və Allah Subhanahu onların bilmədikləri indi təcəlli edir. Onlar görürlər ki, subhanallah. Allah yolunda canını qurban verməyə hazır olanlar var. Allah'ın elə qulları var ki, subhanallah. Allah'ı sanki görərmiş kimi ibadet edirlər. Bu necə olur? Ona görə bir hədisdə, o hədisdə İmam Buxari hədislərindəndir, en gözəl hədislərindəndir. Allah Teala'nın seyyah melekleri var. Yer üzerine dolaşarlar. Zikir hilakaları, inşallah böyle bir hilakalardan bir hilaka. Meclislerini aktararlar. Her iki taptılar, kanatlarını salarlar. Ve orada olanları sonra dönüp qayıdarlar, Allah'a söyleyerler. Allah Teala bildiği halde onlardan soruşar. Kullarım neden danışırdı? Deyirlər ki, ya Rab, onlar seni zikredirdiler. Yani seni anırdılar. Meğer onlar beni görürdüler. Cevabında yok, ey Rabbimiz. Onlar seni görmürlər. Bəs görsəydilər necə zikr eləyərdilər? Bax, mələkləri təcrübələndirən dünən verdikləri sualın cavabı binlərdir. Onlar gəldilər, Allah'ı əsla mələklərdən fərqli olaraq görməyə, canlı eşitməyə, onu zikr eləyən bəndələr görəndə mələklər heyran olur. Bu necə olur? Ona görə mələklər orada qanadlarını çırpır, qanadlarını yerə salır. Ve oranı əhatə edir, oraya səkinət nazil olur. Orada olan, mecliste olan, hatta yoldan keçən yad insan belə bağışlanır. Meclisin şərəf məqamına görə. Digər Buxarinin hədisində Allah Teala deyir ki, ey mələklərim, şahid olun ki, orada olan herkesi bağışladım. Mələklərdən biri, ey Rabbim, ey Rabbimiz, burada yad olan birisi var. Meclis əhli değildi. Yoldan keçirdi, dostu orada gözlürdü. Qıraqda da gözləməkdən dil içəridə gözləyərəm. Oturdu, o da o gözlədi. Dostu gələndə götürdü, apardı. Allah Subhanahu bize ne deyir? Ulaike kavmun la yashqa celisuhum. Onlar elə bir toplumdur ki, onlarla oturan bədbəxt olmayacaktır. Onlarla oturan itirmez. Onlarla oturan hiçbir zaman bədbəxt olmaz. La yashqa qavmahum. Həmin hədisə qaydaq. Onlar nə istəyirlər? Allah Teala bildiği halde onları soru-sual tutur. Melekler, ey Rabbimiz, onlar cennet hakkında danışırdılar, cenneti istediler. Meğer onlar cenneti görürdüler. Yok ya Rab, onlar cenneti görmürdüler. Allah Teala cevabında, görseydiler nece istəyərdiler.
Allahu Ekber. Bəs onların qorxduğu bir şey vardı. Allah Teala bildiği halde onlardan soruşur. Melekler cevabında bəli Rabbimiz, onlar cehennem odundan korkurdular. Meğer onlar cehennem odunu görürdüler. Yok ya Rab, onlar onu görmürdüler. Görseydiler nece Allah'a sığınardılar. Onlar elə kullardır ki, onlarla oturan hiçbir zaman peşman olmaz. Aslında bu hikmetler çoktur kardeşler. Bu hikmetleri sahip tutarma olmaz. Yani insanın bu dünyaya gelmesi. Şimdi təsəvvürlə kıyamet günü qopdu. Fərikun fil cenneti ve fərikun fil sa'ir. İki isimdir. Bir hissesi cehenneme gelecektir. Adem'in zürriyetidir. Hemen belinde olanlar. Ve bir hissesi cennete gelecektir. Üçüncü isim de vardır. Üçüncü isim, onlar cennet ehlidir. Ehl olarak oranın ehlidir. Ama günahları onları cennette iptidaen bırakmır. Namazlı sehnenkarlık edirlər. Gah kılırdılar, gah terk edirdiler. Kılaram inşallah diyenlerden idiler. 60 yaşında kılaram diyenlerden idiler. Kebair ehlidir, büyük günah sahipleridir. Pulum çoxalıb ama vermeye ağır diye. Adam da 50 bin zekat çıkardar. Ağır gelir onu çıkartmak. Kebair ehlidir. Ha? Hac boynuna vacip olur. Getmir. İli ile satır, ili ile satır, ili ile satır, ecel gelir onu aparır. Yani bu nedir? Şarap içir, tansoya gedir, musiki meclislerinde olur. Ama Allah sevir, Resulünü sevir. Deyir, ben de Müslümanım. Ben de müminim. Bunlar Allah-u Teala'nın onlardan talep ettiği vacipleri getirmediklerine göre cennete iptidaen giriş kazandı onlara. Əks halda Allah Teala'nın ədaleti orada pozulur. Onlar girmeli, o da getirmedik vaciblerin cezasını çekmelidirler. Labithine fiha ahqaba. Ahqabe'nin tefsirinde gelip ki hukub 80 ildir. Her ferzi 80 katına vurun. Bir kılmayan namaz 80 ildir. Bir kılınmayan, qəsdən terk olmuş namaz 80 ildir. Labithine fiha ahqaba. Bu da Allah'ın kamil adaletindəndir. Kafir diyecek ki, ya Rabbi, mən də qılmırdım, bu da qılmırdı. Bu nətər oldu? Bir var kökündən İslamdan çıxartmaq, o tekfirçilərin əxlaqıdır. Bir de ki, yox, heç kim onları müjdələmir ki, olan vəziyyəti əla olacaq. Gedin kef eləyin. Bəzilər deyək kimi, yox, elə də deyil. Bunlar iptidaen cennete men edirlər. Giriş qadağandır. Cehenneme düşecekler. Getirmediği ferz, Allah'ın talep ettiği her bir vacibin kefaresini odunla temizlenecekler. Zina edenlerde zinanın lezzetini, həzzini, bedenin odunla, tamamıyla, bütün ağrılarla ancak kefaresi elədir. Kıyamet günü, eğer dünyada bağışlanmasa, həmçinin ahirette eff olunmasa, istisnadır tabii ki. Ve diğer kebair, şarap içenler, terk eləmeyenler, onun üzerinde ölenler vesaire. Bunlar da ne olur? Tam temizlenen sonra sonuç olarak bunlar cehennem ehli değil. Cehenneme düşenlerdir. Var cehenneme düşenler ve cehennem ehli. Bunlar muhtelif şeylerdir. Sonra ahirde bunlar da çıkır. Gelir. Ama çok yubanırlar. Çok yubanırlar. Tamam mı? Bir de var ki subhanallah tesevvürün namazları terk edemirdi. Bu musibetti. Diyeceğim ne için? Zekatını da vaktinde verirdi artılamasıyla. Bırakım yaxşı geldi. Həcci de vaktini eləmişdi. Bütün rükunlar yerine eğilmişti. Ama dəhşət kibir vardı qəlbində. İnsanlar yukarıdan aşağı bakardı. Hep onlar diline sancardı. Öz bahalı maşına minəndə yukarıdan aşağı bakıp maşın içinde geybət ilə gedərdi. Əyəndə bullar vesaire vesaire. Bu kibir onun qəlbindən çıkmadıkça elə şekilde ölərsə ibtidaen başlanıcıq olarak cennete girmesi qadağan edilir. Hadiste kalbinde zerre kadar miskal kibir olan cennete girmeyecektir. Yani iptidan ilkin olarak girmek kadardır. O cehenneme düşmeli. Kalbindeki o kibir tamamıyla yuyulup temizlenmeli. İşkence ve azabla peşman olmalı. Neyi var? Tertemiz olmalı, gül balı, ağıl olmalı. Ondan sonra cennet ehline uygunlaştırılandan sonra en mükemmel şekilde tezden cennete kaytarılmalıdır. Buna da qoş həsəd eləyənləri. Buna da qoş kin küdara bəsləyənləri. Buna da qoş nəmmamları, dostları, qardaşları, möminləri bir-birindən ayıranlar. Qoma əqrabanı bir-birinin arasına vuranlar. Qattatları. La yedxul cennətel qattat hədislər var. La yedxul cennətel nəmmam. Nəmmam cennete girməz. İbtidaen. İlkin olarak girməz. İlkin olarak onlara giriş məndir, qadağandır.
həsəd eləyənlər, nəmmamlar, söz gəzdirənlər, iftira yaxanlar, böhtən yaxanlar, həmçinin yalançılar. Siz düşünürsünüz ki, bunlar balaca əməllərdir, bunlar balaca günahlardır, bunlar vallahi kəbairdir. Və insanın bütün dini ayinləri yerindədir. Telefonla oynama. İnsanın bütün dini ayinləri yerindədir. Amma insan yalancıdır. Fələ'netullahi aləl kəzibin. Əl-İmran surəsi. Balaca günah deyil. Kəbairdəndir. Dəlildir nədir? Lənəti gəlib. Allahın lənəti yalancıların üzərinə olsun. Adam yalancıdır. Fantazyor, göbbaz. Yəni insana etibar ediləsi deyil. İnsan belədir. Bu insan təsəvvürlə islah olmamış, təmizlənməmiş, odda yanmamış, ağıllanmamış, gül balı olmamış birbaşa nə var nə və ki namazları yerindədir. Cənnətə girsə gör nəfəs törədər orada. Orada hamıya at-atı duracaq da. O vursu da hamıya həsəd eləyəcək. Bu gərək cənnətə təmizlənsin, cəhənnəmdə təmizləsin. Girəcək orada deyəcək ki, xeyirdir o Firdosdadır, mən xulddayım. Yox. Təsəvvürlə, bu gərək orada girsin, yansın, ağıllansın, gül bal olsun, tərtəmiz olsun. Ondan sonra onu geri İbn-i Qayyim bunu kitabın əvvəlində gətirir. Beləcə Allah Teala Adəmi və onun zürriyyətini daha mükəmməl bir şəkildə qaytarmaq üçün dünyaya göndərmişdi. Fikir verin. İndi biz möminlərin misalına keçdik. Adam iftira atandı. Şərbazdır. İnsanlar şərləyəndir. Böhtan atandır. Söz gəzdirəndir. Qeybət edəndir. Eybləri həvəslə ifşa edəndir. Bunun cənnətə nə işi var? Abın namazlarım yerimdə, daha qarşı tövhidim yerimdə daha. Tamam, Allahın ədalətinə bax. Gir, qəşəngcə, odda təmizdən, tərtəmiz. Peşman ol, ağıllan, gül bala ol, ondan sonra gir cənnətə. Çünki cənnət kamil diyardır. Nöqsansız diyardır. Hər bir insanın fitrətində mömin və kafir. Həmişə sual olur ki, olmazdı ki, dünya belə olmasaydı, belə olardı. Sən Allahdan çox bilirsən. Allahdan daha elmlisən. Əslində bu ağacın yeyilmə şeyi var, bu şah əsərdir. Bunu insanların çoxsu bilmir. Sənin təxəyyül etdiyin, hətta kafirin, Andreyin, Timanın təxəyyül etdiyi o dünya var ya, bu dünya belə olmamalıydı, əslində belə olmalıydı. O dünyanı Allah əzəldə yaratmışdı. O dünyanın adı Darül Xuld. Əbədi diyar. Cənnəti adnin təcri min təhtihəl ənhər vəl firdevs əl-ə'lə. O hamısı əzəldən yaratılıb hazırdır. Hətta göz aydınlıq verəm. Dünyada sən yaratılmamışdan qabaq, dünyaya atan göndərilməmişdən qabaq o mükəmməl bir şəkildə artıq yaratılmışdı. Sən Allahdan çox bilə bilməzsən. O mükəmməli ilə vardı. Bax Allah Teala nə edir Subhanahu Teala? Peyğəmbər sallallahu aleyhi ve sellem deyir ki, yəni cənnəti becərin. Sahabe deyir ki, ya Rasul, cənnəti nətər becərək? Deyir, zikr eləyədikcə orada ağaçlar əkilir. La havlə və la quvvətə ilə billah, ağaçlar əkilir. Becərin. Yəni təsbih eləyirsən və saraylar tikilir. Cənnət süslənir və bəzədilir. Allah xüsus hər Ramazan ayında. Cənnət elə bir mükəmməl diyardır ki, elə mükəmməl diyardır. Adəm və onun zürriyyəti yalnız tam mükəmməlliğini qazanandan sonra oraya girəcəkdir. Və burada mükəmməllik sözün bütün mənalarındadır. Hətta bədən cəhətdən. Baxın, Adəm yaratılanda başqa cür idi. Bilirsiniz də onu. Ağacdan yeyəndə nə baş verdi? Övratı üzə çıxdı. Övratını görəndə o necə hallara düşdü? Başladı ağacın yarpaqlarını ötməyə və ağlamağa və qaçmağa. Çünki yerə yaratılmamışdı axı. Düzdürmü? Qiyamət günü Allah Teala Adəmin övladlarından kişi və qadın olaraq cənnətə salmamışdan qabaq İnnə ənşə'nəhunə inşə'ə fəcəalnəhunə əbkara urban ətrabə li ashabil yəmin. Biz qiyamət günü onları cənnətə salmamışdan qabaq yenidən inşa edəcəyik. Allahu Akbar. Ən mükəmməl şəkildə. Baxın, mənəvi inşası ya tövbə ilə dünyada ya da ki odda təmizləndi. Düzdürmü? Hətta onlar çıxanda həyat deyilən bir nəhir var orada, çay var. Ora köz şəklində tullayacaqlar onları. Orada təzdən onlar yetişəcəklər. Mənəvi cəhətdə odla təmizləndi. İndi də fizioloji cəhətdən Allah Teala onları yenidən inşa edəcəkdir. Onları elə mükəmməl cisim verəcək ki, elə bədən verəcək ki, dünyada ən çirkin qadın hurul indən gözəl olacaq. Dünyada yaratılmış ən çirkin qadın
Hurul indən gözəl olacaqdır. Təsəvvür nə deməkdir? Halbuki hurul inin vəsfi gəlib ki, yaylağını nə deyirlər? Yaylıq, yaşması. Yaşmasını dünya səmasına bir dəfə belə eləyib qaytarsa, onun qoxusu, ətri, aromatı, gözəlliyi qiyamətin kim qalar? Hurul in o kadar gözəldir ki, dünya səmasına bir dəfə belə boylansa, qaytarsa, onun işığı burada qalır qiyamət gününə kimi. Bu dünyada iman etmiş, amma xilqət cəhətdən ibtila olub. Çox kifir yaratıb Rəbbi ona hikməti ilə. Şükür etdi, Rəbbinin qədərinə razı oldu, səbr etdi və qədərini qəbul elədi. Çünki bax, bunun da hikməti burada açılır. Qiyamət günü həmin o mömin qadın, kamil qadın, həmin o vəsf olunan hörliyini gözəliyində tozla qoyacaqdır. Dəlildə bu ayət. İnne enşa'nahunu inşa'a. Biz onları qiyamət günü yenidən inşa edəcək. Kim onları inşa edəcək? Er-Rahmanur-Rahim, El-Musavvir, El-Xaliq, El-Bari, El-Bedi'. El-Bedi' bilsin nə deməkdir? Bu sözü adətən sənətkarlar deyirlər. Sənətkar bir şey yaratan nə deyirlər? Yarattı ya, ayda. Elə demirlər. El-Bedi' sifəti Allahın sifətidir. Yaratmaq yani. Biri var yaratma, elə biri yarattı ya, o söz verir çıxır o. El-Bedi', Bedi' sanat. Sanat. Allah subhanahu mükemmel bir şekilde onları yaratacak. Yeniden inşa edecek. Yeniden her birini. Cennete giren her bir kişi ve kadını. İnne enşe'nâhune inşa'e. Ve onlar hamısını yeniden subay edecek, mübakir edecek. Kişilerde, kadınlarda. Feceallehune ebkâra. Uruben etraben ashabil yemin. Onlar cennete giren de onlar tesevvürle. Cennette onları saraylar gözlüyor. Bir saray değil. Saraylardır. Birbirine benzemir. Yaxşı, saraydan bezdim. Təbiət istəyirəm. Xeymələr də var. Palatkalar. Tamam. Yaxşı, bunu da istəmirəm. Ağacların altına yatmaq istəyirəm. O da var. Onu da istəmirəm. Suyun üstündə uçmaq istəyirəm. O da var. Onu da istəmirəm. Ən axırıncı sürətlə, su sürəti yox, işıq sürəti ilə uçmaq istəyirəm. O da var. Yani ürəyin nə istəyəcək orada? İstədiyin şeylər də ən gözəl şeylər olacaq, mükəmməl. Allah Teala onu sənə verəcək. Sahabən biri gəldi ki, ya Resulallah, mən at yaman sevirəm. Mən istəyirəm cənnətdə at olsa. Olar, at olsun bir dənə at yaman, ata bağlayım at. Resulullah sallallahu aleyhi ve sellem deyir ki, o at yaqutdan olsa olar. Atın, sən görmürsən bəzi atlar necə möhtəşəm olur. Biraz çox gözəl olanda parıltı verir. Desə onun parıltısı yaqut kimi olsa necə olar? La ilahe illallah. Bir sene yaqut kimi parıldayan bir at olacak. Allahu Ekber. Fiha ma la aynun ra'at. Gözün hiç vaxt görmediği, kulağın hiç eşitmediği, kalbin hiç vaxt dərk etmediği bir şeyler, o nimetler orada gözlür. Rabbim onu bizden məhrum etmesin, biz de ona məhrum etmesin. Subhanahu Teala bu sözleri ve bu İbn-i Qayyim'le gelen bu nefis faydaları eşitenler için ve danışan için faydalı etsin. Hâdâ ve sallallahu ve sellim ala nebine Muhammed ve ala alihi ve sahbihi ecma'in.